İşlər davam eləyir yavaş-yavaş. Bu hissə avtomobil disk qapağıdır. Çap eləyirik, yekunlaşdırmaq üzrəyik. Burada Nissan Sun avtomobilinin farasının salaçkasıdır. Bu da demək olar ki, yekunlaşmaq üzrədir. Burada isə Honda Accord'un farasına yerləşən, bu da salaçkadır. Yeni başlamışıq. Burada bizim BMW G30 avtomobilinin radiator barmaqlığının arasında yerləşən kameranın qapağıdır. Yəni kamerası olmayanlarda bu olur. Kütləvi şəkildə istehsal edirik. Burada da həmçinin bayaq göstərdiyim avtomobilin diskinin qapağının originalı budur. Orada istehsal edirik. Bunlar da həmçinin G30-a aiddir. Bu hissələr Hyundai Cruz Santa Fe adında avtomobilinin pick-updır. Onun detallarıdır. Gürcüstandan gəlib xüsusi olaraq. Bu hissə isə bizim Seat Leon avtomobilinin duman qapaqlarıdır. İstehsal eləmişik. Orijinal və kopya. Burada isə bugün gələn sifarişlərimizdir. Mercedes GLE səhv eləmirəmsə avtomobilinin detalıdır. Bu da salaçkadır. Belə bir rezin bir detal gətiriblər. Bunu kopyalamalıyıq. Toyota Highlander'ın güzgüsünün altına yerləşən qapaqdır. Bu Kia Optima'nın 2016-cı ilin güzgüsünün qapağıdır. Bunu da kopyalayacağıq inşallah. Bu da salaçkadır. Təmizləmə prosesində gedəcək birazdan. Burada belə bir hissə var. Çarxdır bu. Bunu kopyalayacağıq. Ümumiyyətlə çarx düzəltmirəm. Ümumiyyətlə qarantisini də vermirəm. Amma bəzən müştəri deyir ki, olacaqsa mən cavabdehəm. Düzəlt. Daha başqa çarəmiz yoxdur. Ona görə də düzəldirik. Amma основной olaraq şəstinə düzəltmirəm. Zəng eləyəndə də qabaqcadan deyirəm ki, qardaş, garanti vermirəm, məsləhət də görmürəm. Elə bəri başına məsləhət görmürəm. Müştəri var ki, deyir ki, düzəlt də. Mən düzəltməyinizi istəyirəm. Bugün yekunlaşdırdığımız güzgü qapağıdır. Toyota Avalon'un güzgüsüdür. Orijinaldır. Heç bir zərər vermədən detala, kraska vurmadan nümunəsini çertojunu çəkmişik kompüterə və bu da bizim düzəltdiyimiz əksi. Əks tərəfi. Əlavə olaraq da Kia Optima'nın suveran qapaqları. Sağ və sol.